Bismillahirrahmanirrahim. Rabbi şrəhli sədri və yəssirli əmri və hlul uqdətən min lisani yəfqahu qavli. Söhbətimiz feildə tövhid mövzusunda idi. Allahın feilləri haqqında, Allahın rəftarı və əməlləri haqqında idi. Və qeyd etdik ki, feildə tövhid iki hissəyə bölünür, iki əsas hissəyə bölünür. Nəzəri qismə və əməli qismə bölünür. Nəzəri qismdə olan təsnifatı qeyd etdik və geniş təfsilatı ilə bəhs etdik. Lakin əməli qismdə biz praktiki, yəni mərhələdə bir neçə qismə işarə etdik. Bugün də daha digər qismlərə işarə edib sonda nəticə alacaq inşallah. Biz əməli qismdə ümumiyyətlə ibadətdə tövhid və itaətdə tövhid, istianətdə tövhid haqqında danışdıq. Bugünkü söhbətdə daha bir neçə qismlə əməli tövhid, yəni feildə tövhidin əməli mərhələsinin digər qismləri haqqında bəhs edəcəyik ki, onlardan biri təvəkküldə tövhiddir. Yəni insan yalnız Allaha ibadət etməlidir düşüncəsinə malik olduqdan sonra, bunu əməldə təzahür etdirdikdən sonra, əməldə göstərdikdən sonra, Allahdan kömək dilədikdən sonra və Allaha itaət etdikdən sonra təvəkküldə tövhid dərəcəsinə nail olur, çatır ki, təvəkküldə tövhid nədən ibarətdir? Burada qeyd olunduğu kimi müşahidə də edirsiniz. Əməli tövhidin bir qismlərindən sayılır. Necə ki dedik, təvəkküldə tövhid, yəni yalnız Allaha arxalanmaq lazımdır. Yalnız bütün əməllərdə Allaha arxalanmalıyıq və yalnız Allah Taalanı vahid bir dayaq olaraq öz işlərimizdə, həyatımızda görməliyik. Bu təvəkküldə tövhiddən ibarətdir. Lakin bu qısa bir məsələni qeyd etmək istədim ki, ümumiyyətlə təvəkküldə tövhid, yəni bütün işlərimizdə Allaha arxalanmalıyıq və Allahı özümüzə dayaq bilməliyik ki, bu belə deyil ki, insan məsuliyyətdən təcrid olunsun. Yox, yəni təvəkkül insan öz məsuliyyəti nəzərdə alıb, yəni məsuliyyəti ilə bərabər Allaha dayanmalıdır, Allaha söykənməlidir. Bu, ümumiyyətlə, ərəb dilində də bu fərq var. Ərəb dilində bir təvkil kəlməsi var, yəni heç bir məsuliyyətsizlik və məsuliyyətsizliklə bərabər hər hansısa bir şeyə arxalanmaq. Lakin təvəkkül dedikdə, təvəkkül yəni məsuliyyəti nəzərdə alıb, vəzifələri nəzərdə alıb, nəticəni Allahdan istəmək, diləmək. Hardasa belə bir fərqlə qısa, yəni qeyd edirəm ki, biz istianətdə, tövhidlə təvəkküldə, tövhid arasında fərqi bu cür qeyd edə bilərik. İstianət, yəni Allahdan kömək diləmək. İlk öncə biz vəzifələrdə, işlərimizdə Allahdan kömək diləyirik və daha sonra nəticə etibarilə Allaha təvəkkül edirik və yaxud ayrı bir ibarə ilə desək, istianətdə tövhid Allahdan kömək diləmək məsələsi insanın zahiri rəftarı və əməlinə aiddir. Lakin təvəkküldə tövhid insanın daxili və batini bir keyfiyyətə aiddir, batini keyfiyyətlərə xasdır. Bu da hardasa istianətdə və təvəkküldə tövhidin fərqi üçün qeyd etdim ki, diqqətimizdə olması lazımdır və məqsədə uyğundur. Təvəkküldə tövhid, yəni bu əsas qismlərdən biridir ki, bizim dahi şairimiz mütəfəkkir və gözəl mərhum şəxsiyyət, mərhum Seyyid Əzim Şirvani də çox gözəl şəkildə öz şeirində buyurur ki, aldım ələ peymanə təvəkkəltu ələllah, oldum yenə rindanə təvəkkəltu ələllah. Düşdüm həvəsi silsilə-i zülfü nigarə, oldum yenə biganə təvəkkəltu ələllah. Ol həlqə-i zülfündə görüb gəndimi xalın, aldatdı məni danə təvəkkəltu ələllah. Qorxum budur cəmiyyətimiz ola pərişan. Yar aldı ələ şanə təvəkkəltu ələllah. Mən aşiq-i divana uşaqlar əli daşlı. Çıxdım yenə meydanə təvəkkəltu ələllah. Zünnar salıb boynuma zülfi siyəhindən, döndüm yenə sən anə təvəkkəltu ələllah. Seyyid məni tərdaməni vəslində bilibdir, düşdüm yenə
düşdüm quru böhtanə, təvəkkəltu ələllah ki, bu dahi şəxsiyyət, dahi mütəfəkkir Seyyid Əzim Şirvani də öz şeirində bu təvəkkül məsələsindən daha yararlı və gözəl bir şəkildə istifadə edir və müxtəlif sahələrdə onu qeyd etmişdir ki, mən qeyd etdim ki, maraqlı bir məsələdir və həyatda, insan həyatında çox önəmli bir mövzudur Allaha təvəkkül ki, insan bütün işlərində, bütün öz daxili keyfiyyətini, öz rəftar və əməlini Allahdan məhz kömək diləməklə və məhz Allaha arxalanmaqla və məhz Allahı əsas dayağı bilməklə öz həyatını irəli aparsın inşallah. Bu da təvəkküldə tövhid haqqında idi ki, Quranda da müxtəlif ayələr bu haqda mövcuddur ki, Allah təala buyurur: "Ələllahi fətəvəkkəlu in kuntum", diqqət etsəniz burada "Ələllahi fətəvəkkəlu in kuntum mu'minin", həmçinin "Qul hasbiyallah, əleyhi yetəvəkkəlul mutəvəkkilun" və həmçinin "Fəizə əzəmtə fətəvəkkəl alallah, innallah yuhibbul mutəvəkkilin". Maidə surəsi, Zümər və Ali İmran surələrində ki, yalnız Allaha təvəkkül edin ki, Allah təvəkkül edənləri sevər və digər ayələr də məhz bu məzmunu çatdırır. Digər bir məsələ və mərhələ əməli tövhiddə, feildə tövhidin əməli qismində qorxu və ümiddə tövhiddir. Bu da əsas bir məsələlərdən biridir. Çox önəmli və çox əsas bir qismlərdəndir ki, qorxu və ümiddə tövhid, yəni yalnız Allahdan qorxmalı və yalnız Allaha ümid bəsləməliyik. Bu da qorxu. Əlbəttə, mən bunu qısa da olsa qeyd etməliyəm ki, qorxu dedikdə yəqin ki, mənfi, yəni iki cür qorxu, ümumiyyətlə, ərəb dilində də bu mövcuddur ki, mənfi və müsbət mənada olan qorxular mövcuddur. Biz qorxu dedikdə bu məhz ərəb dilində xovf kəlməsindən istifadə. Xovf kəlməsi insanı inkişafa, tərəqqiyə və məsuliyyətə cəlb edən qorxu mənasındadır. Ona görə bu kəlməni Azərbaycan, yəni öz ana dilimizdə çox gözəl bir ibarə ilə də əvəz etmək olar ki, qorxu yəni çəkinmək, Allahdan, məhz Allahdan çəkinməliyik bu qorxu, bu mənaya və ümid də məhz Allaha ümid bəsləməliyik. Bu da qorxu və ümiddə tövhid ki, feildə tövhidin, əməli qisminin əsas mərhələlərindən sayılır ki, Quranda Allah təala buyurur: "Fəla təxafuhum və xafuni in kuntum mu'minin." Əgər möminsinizsə, Allahdan başqa heç kimdən qorxmayın. Yəni, bu qorxu yenə də bir daha anladır ki, məhz insan əgər Allahdan qorxarsa, heç kimdən qorxmaz və əgər hər kəsdən Allahdan qorxmazsa, insan hər bir kəsdən qorxma imkanı var, qorxar. Yəni, "Zalikə bimə qəddəmət eydikum və ennəllahə leysə bizəllamin lil-əbid." Allah Teala öz bəndələrinə zülm etməz. Bu yalnız sizin işlərinizdir ki, çətinliyə salan sizin öz işlərinizdir. Lakin Allah Teala sizi çətinliyə salmaz. Allah Teala bir kəsə zülm etməz. Bu ayə məhz buna görə burada işarə etmişik ki, qorxu dedikdə məhz Allahın özünə iki cür məna ola bilər. Yəni, Allahın özünə olan xof, Allaha qarşı olan xof və çəkinmə, bu bir məna. İkinci məna insanın öz əməllərindən olan qorxusu ki, məhz bu ayədə insanın öz əməllərinə nisbətdə olan qorxusudur ki, siz öz əməllərinizdən həqiqətdə qorxmalısınız və illa ki, Allah Teala bir kəsə zülm etməz. Həmçinin Allah Teala digər bir ayədə buyurur ki, müşahidə etdiyiniz kimi Ali İmran 187 və 170 Ali İmran müşahidə etdiyiniz kimi Ali İmran 187 və 175-ci ayələr və həmçinin Bəqərə 215-ci ayə ki, buyurur: "İnnellezîne âmenû vellezîne hâcerû ve câhedû fî sebîlillâh ulaike yercûne rahmetallah vallahu gafurun rahim" ki, ümid haqqında Allah Teala buyurur ki, iman gətirib, mühacirət edib və cihad edən, Allah yolunda cihad edən kəslər və cihad edən kəslər məhz Allaha ümid bəsləyir və Allah Teala qəfur və rəhimdir, bağışlayan və rəhman və rəhimdir. Bu da qorxu və ümid haqqında olan tövhid barəsində idi ki, qeyd etdim. Lakin sonda məhəbbətdə tövhiddir. Yəni, feildə tövhidin əməli mərhələsinin son qismi məhəbbətdə tövhiddir və bu insanın yüksək, yəni hər bir insanın ali dərəcəsi yalnız məhəbbətdə tövhidlə demək olar ki, sona çatır. Yəni, insan nəzərdən əmələ keçid edir və əməldə inkişaf etdikdə bu inkişafın gülləsi, bu inkişafın son həddi məhəbbətdə tövhiddə bitir və qurtarır. Məhəbbətdə tövhid nədən ibarətdir? Məhəbbətdə tövhid qeyd etdiyimiz kimi
yalnız Allahı öz məhbubu seçmək. İnsan yalnız Allahı öz məhbubu seçərək məhəbbətdə tövhid meydanına daxil olur. Yəni Allahdan başqa heç kimi məhbub olaraq seçməmək və yalnız məhəbbəti Allaha qarşı məhəbbəti hiss edib və yalnız ona məhəbbət bəsləmək və yalnız o vahid varlığı məhbub olaraq seçmək məhəbbətdə tövhiddir. Bu əsas qismlərdəndir ki, hardasa bunu qeyd etməliyik ki, bu məhəbbətdə tövhid də əlbəttə yenə də digər məsələlərdə qeyd etdiyimiz kimi heç də digər məhəbbətləri inkar etmir. Lakin digər məhəbbətlər mərhələ və dərəcə olaraq sonda ilahi məhəbbətlə yekunlaşmalıdır. Əgər ilahi məhəbbətlə yekunlaşmırsa və öz dərəcələrində bitir və sona çatırsa, bu heç də məqsədə uyğun deyil və insan həyatını kamilliyə və yüksəkliyə çatıra bilməz ki, heç əksinə zəiflədə bilər və inhirafa və uçuruma apara bilər. Lakin ilahi məhəbbətlə bitən bütün məhəbbətlər insanı zirvələrə yüksəldir və insanın həm daxili, həm xarici həyatında böyük nailiyyətlər əldə edir. Və bu məhəbbət də yalnız, yəqin ki, məhbubun kamilliyindən qaynaqlanan bir məhəbbət. Ümumiyyətlə, insan kamilliyi sevər bir varlıqdır. Bütün insanlar öz daxilində hər bir kəs kamilliyə doğru hərəkət edir. Kamilliyi sevir. Yəni bunu əməldə də göstərməsə, bütün əməlləri, hər bir kəs öz bütün əməllərini kamillik duyğusu ilə mənalandırmaq istəyirlər. Lakin kimi düz, kimi səhv. Bu səbəbdən, yəni, lakin əsas məsələ bundan ibarətdir, düzgün kamilliyə addım atmaq, düzgün kamilliyin nümunəsini sevmək, seçmək insan həyatını düzgün məqsədə yönəldə bilər. Bu səbəbdən məhəbbətdə tövhid digər bir məsələdə hardan yaranır? Kamillikdən qaynaqlanan bir məsələdir ki, biz kamilliyi düzgün seçim etsək, düzgün nümunəsini nəzərdə ala bilsək və ona qarşı olan məhəbbətimiz də düzgün və məqsədə uyğun ola bilər. Həmçinin digər bir məsələ, ülvi məhəbbətin amili bu əsas bir məsələdir ki, elm və idrakdır. Yəni, elm və idrak olmadan biz ülvi məhəbbətin nail ola bilmərik. Bu səbəbdən məhəbbət də yenə bu sözlə mən bəzən qısa işarə də edirəm. İnşallah sonraki, yəni daha yüksək bir mərhələlərdə, daha yüksək bir dərəcələrdə, istər kəlam elmində, istər fəlsəfi nöqteyi nəzərdən və istərsə də xüsusilə irfan nöqteyi nəzərdən bu məsələlər geniş şəkildə bəyan edilmişdir. Lakin bizə lazım olan qədər, yəni fikrimizdə məsələnin düzgün və doğru və düzgün şəkildə qurulmasına görə mən işarə edirəm ki, bunlar məhəbbət dedikdə biz nəyi nəzərdə almalıyıq? Sadə və bəsit bir hamının ənənəvi, hamının başa düşdüyü məhəbbəti nəzərdə almaq olmaz. Biz məhəbbət dedikdə daha dərin mənalar nəzərdə alırıq. İlk öncə ali bir varlığı olan məhəbbətlə söhbət gedir. Daha sonra düzgün kamilliyi seçimdən irəli gələn məhəbbətdən söhbət gedir və daha sonra mərifətə, idrak və düşüncəyə söykənən məhəbbətdən söhbət gedir. Yəni, bu üç məsələni biz bir-birinin kənarında görməliyik və məhəbbətin əsas tərkib hissələri də məhz bu üç hissədən ibarət. Yoxsa həvəsdən irəli gələn məhəbbətlər, bu heç məhəbbət də sayılmır, eşq də sayılmır. Bu, hardasa insanın müvəqqəti, yəni insanı aldadıcı, insan həyatında insanı azdıran, əsas məqsədlərdən yayındıran bir həqiqətlərdir ki, əgər ülvi məhəbbətə nail etməyə kömək edirsə, müsbətdir. Əgər kömək etmirsə, müsbət deyil. Bu da digər bir məsələdir ki, ülvi məhəbbətin amili məhz elm və idrakdır. Bu da məhəbbətdə tövhid haqqındakı biz məhəbbətdə tövhidin ən ali zühurunu və təcəllisini məhz Əhl-i Beytin, peyğəmbərlər, peyğəmbər və xüsusi və Əhl-i Beytin belə deyək cümlələrində biz bunu izləyə bilərik, görə bilərik. Necə ki, İmam Hüseyin əleyhissalam gözəl şəkildə, nə gözəl buyurmuşdu öz ərəfə duasındakı əntəlləzi əşrəqtəl ənvarə fi qulubi əvliyaik hətta ərəfukə və vəhəduk. İlahi, sənsən öz nuru və öz istədiklərinin qəlbində yandırdın, işıqlandırdın ki, səni o işığın vasitəsilə, o məhəbbətin vasitəsilə səni tanıdılar və sənin vəhdaniyyəti və təklifə iqrar etdilər. Və əzəltəl əğyarə ən qulubi əhibbaik hətta ləm yuhibbu sivak. İlahi, sən öz istədiklərinin qəlbindən
başqalarının məhəbbətini çıxartdın, səndən başqasını görmədilər. Və ləm yəlcəu ilə qeyrik, və səndən başqasına pənah aparmadılar, səndən başqasına söykənmədilər. Ən təlmunisu ləhum heysu əvhəştəhumul əvalim, əvhəşədhumul əvalim, sən onların munisisən çətinliklərdə. Maza vəcədə mən fəqədək və mənləzi fəqədə mən vəcədək, səni tapan nə itirmişdir və səni itirən nə tapmışdır. Ya mən əzaqə əhibbâhu həlavətəl muanəsə, ey o Allah ki, öz istədiklərinə, öz məhəbbətinin dadını dadızdırdın, məhəbbətinin ləzzətini dadızdırdın. Yəni bu cümlədə İmam Hüseyin əleyhissalamın buyurduğu bu gözəl və məzmunlu və dolğun cümlədə İmam Hüseyin əleyhissalam buyurur ki, ilahi sənsən ki, öz istədiklərinin qəlbində məhəbbət işığını yandırdın ki, və bu məhəbbət işığı ilə sənə üns tapdılar, sənə yaxınlaşdılar və səndən başqasını öz ürəklərində yer vermədilər və səndən başqasına pənah aparmadılar və digərinin məhəbbətini öz ürəklərindən çıxartdılar. Əgər sən varsansa, nə yoxdur? Əgər sən yoxsansa, nə vardır? Yəni, maza vəcədə mən fəqədək və mənləzi fəqədə mən vəcədək ki, bu cümlədə göründüyü kimi İmam Hüseyin əleyhissalam məhz məhəbbət və mərifət və məhəbbətin mərifətə sökənən əsas, yəni dayaq olduğu əsas hissəni vurğulayır ki, çox maraqlı və dolğun bir cümlədir İmam Hüseyin əleyhissalamdan. Həmçinin İmam Səccad əleyhissalam məşhur 15 minacat əleyhissalama aiddir. 9-cu minacatında İmam Səccad əleyhissalam buyurur: İlahi mən zəlləzi zaq həlavətə məhəbbətik fəramə minkə bədəla və mən zəlləzi ənisə bi qurbikə fəbtəqa ənkə havlən. Allah, sənin məhəbbətini dadanlar səndən qıraq gəzmirlər, səndən kənar gəzə bilmirlər. Və mən zəlləzi ənisə bi qurbikə, və sənə yaxın olan insanlar digərinə yaxınlaşa bilmirlər. Allahümmə ec'alna mimmən qulubəhum mutəlliqətən bi məhəbbətik. İlahi, bizim ürəklərimizi, qəlblərimizi öz məhəbbətinlə doldur. Ya qayətə amalil muhibbin, əsəlukə hubbəkə və hubbə mən yuhibbük və hubbə kullə əməlin yusiluni ilə qurbikə. Ey arzuların arzusu, mən səndən sənin məhəbbəti istəyirəm və sənə olan məhəbbətlərə qarşı olan məhəbbəti diləyirəm və bütün o əməllər ki, sənin məhəbbət və insanı yaxınlaşdırır, onları səndən diləyirəm. Yəni, burada da ilahi o məhəbbəti, Allaha qarşı olan sevgini çox dolğun şəkildə İmam Səccad əleyhissalam öz 9-cu münacatında buyurur ki, axırına, əgər münacatın axırına da diqqət etsəniz, digər başqalarına da olan məhəbbəti inkar etmir, lakin o məhəbbəti tamamilə ilahi məhəbbət kənarında, ilahi məhəbbət əsnasında sayır və mənalı hesab edir ki, Allah, sənin məhəbbətini istəyirəm və sənə olan məhəbbətlərə də məhəbbət bəsləmək istəyirəm. Başqalarını da, əgər sənə qarşı olan məhəbbətləri varsa, o məhəbbətləri də mən istəyirəm, o sevgiləri də mən sevirəm və tələb edirəm və həmçinin hər bir əməl, hər bir rəftar, hər bir hərəkət ki, sənə qarşıdır, sənin məhəbbətinə qarşı və sənə yaxın olmaqda bizə kömək edirsə, onları da mən sevirəm və istəyirəm və onlara da məhəbbət bəsləyirəm. Bu səbəbdən heç də insanı, ilahi məhəbbət heç də insanı təcrid etmir, bəlkə dolğun edir, mənalandırır, tamamlayır və digər həyatda mövcud olan digər məhəbbətləri də daha da məzmunlu edir və ilahi məhəbbət uğrunda hərəkətə gətirir. Bu da hardasa son mərhələ idi ki, ilahi məhəbbət və məhz Allah məhbub olaraq seçmə əməli tövhidin, feildə tövhidin əməli qisminin son həddi idi. Lakin mən söhbətimin sonunda bir məsələyi də işarə edim və söhbətimi tamamlayayım. Ümumiyyətlə, belə bir mövzu var ki, bu qismlərdən, istər nəzəri və istər əməli qismlərdə çox əsaslı bir məsələdir. O, tövhidin hüdudu, yəni biz hansı mərhələdə müvəhhid sayılırıq? Belə deyək, bu çox bir kəsin sualıdır. İnsanlar bu sualı, yəni bu fikirdə bir çoxlarını ya narahat edə bilər və yaxud maraqlandıra bilər ki, görəsən, ümumiyyətlə, küfr
küfürdən və şirkdən tövhidə keçid hansı mərhələdədir və İslama və İslamdan imana keçid hansı mərhələdədir? Bu mərhələləri nəzərdə alsaq. Çox əhəmiyyətli bir məsələdir ki, insan haçan müvəhhid sayılır və müvəhhid sayıldıqdan sonra, müsəlman olduqdan sonra haçan iman dərəcəsinə nail olur və iman dərəcəsində də yüksəlişlər var ki, onlar da qısa da olsa qeyd edəcəyim. Ona görə bu əsaslı bir sualdır ki, tövhidin hansı qismi müsəlman olmanın şərtidir. Bu, ilk öncə bunu qeyd etmək istərdim ki, biz nəzəri tövhid baxış keçirək, istər feildə tövhidin nəzəri və əməli qismində. Nəzəri qismində biz xaliqiyyətdə başladıq və əməli qismində də məhəbbətdə qurtardıq. Görək, biz xaliqiyyətdə tövhidi qəbul etməklə müvəhhid sayılırıq və müsəlman sayılırıq, yoxsa digər qismlər də ehtiyac duyulur, zəruri və lazımdır. Qur'ana müraciət etdikdə görürük ki, xaliqiyyətdə tövhid müsəlman olmaq üçün şərt kifayət deyil, şərtdir, lakin kifayət deyil. Çünki İslam ümumiyyətlə meydana gələndə müşriklər hətta Allahın xaliqiyyətinə mömin, yəni inanırdılar, belə deyək, mömin inanırdılar. Qur'an ayələrini biz müraciət etsək, rahat şəkildə bunun şahidi olaraq ki, Allah Teala buyurur: وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضِ لَيَقُولُنَّ اللّٰهِ. Həmçinin وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللّٰهِ فَأَنَّا يُؤْفَكُونَ. Onlardan, müşriklərdən, kafirlərdən yerin və göyün kimin yaratdığını soruşduqda deyəcəklər, məhz Allah yeri göyü yaratmışdır. Yəni Allahın xaliqiyyətinə xələqə kəlməsi ilə də qeyd olunur ki, bu kəlmələrə diqqət etməmiz lazımdır. Yəni ayələrdəki harda xələqə kəlməsi, harda rububiyyət kəlməsi, halda uluhiyyət kəlməsindən istifadə olunub. Məhz xaliqiyyət kəlməsindən Allah Teala istifadə edir ki, müşriklər, kafirlər Allahın xaliq olmasına inanırdılar, lakin onlar müsəlman deyildilər. Deməli, xaliqiyyətdə tövhid heç də müsəlman olmaq üçün kifayət etmir. Bu bir məsələ. Digər bir məsələ, əsas müşriklərdir. Bəs nədən ibarətdir? Yəni, müşriklərin, kafirlərin problemi nədən ibarət idi? Rububiyyətdə tövhid onların əsas məsələsi idi ki, rububiyyətdə, yəni onların şirki məhz rububiyyətdə tövhiddə idi. Lakin rububiyyətdə tövhid də biz qeyd etmişdik ki, iki hissədən ibarətdir. Təkvini rububiyyət, təşrii rububiyyət. Hətta təkvini rububiyyətdə müsəlman olmaq üçün kifayət etmir. Nə üçün? Çünki biz, əlbəttə, mən bu ayələri də burada vurğulayım, ta sonraki mərhələyə keçək ki, rububiyyətdə, tövhiddə problemləri var idi ki, Qur'an da buyurur: "Ərbabun mütəfərriqun xeyrun əmillahil vahidul qəhhar." Çoxlu rəblər yaxşıdır, yoxsa vahid olan Rəbb. Yəni görürük ki, Qur'an müşrik və kafirlərin problemini məhz rububiyyətdə hesab edir. Həmçinin ittəxəzu əhbarahum və ruhbanahum ərbabən min dunillah, alimlər və rahiblərini onlar Rəbb olaraq seçdilər. Yenə də Rəbb kəlməsindən istifadə. Bəs problem rububiyyətdə idi. Amma rububiyyətin hansı qismində? Heç də təkvini qismində deyildi. Nə üçün? Çünki şeytan rububiyyətin təkvini qisminə inanırdı. Bu da yenə biz Qur'ana istinad edirik. Şeytana biz Qur'anda şeytan necə tərif olunur? Mahiyyəti necə göstərilir? Şeytan Allahın xaliqiyyətinə inanır. Xələqtəni min nar və xələqtəhu min tin. Şeytan deyir ki, sən Allah məni otdan yaratdın, Adəmi palçıqdan, torpaqdan yaratdın. Bəs Allahın xaliqiyyətinə inanır. Digər tərəfdə Allahın rububiyyətinə, təkviniyyən, təbiətin Allah tərəfindən yaranılması və nəzmə çəkilməsində Allah tərəfindən qəbul edilir. Qalə Rəbbi, Rəbb kəlməsindən istifadə edir. Qalə Rəbbi bima əğvəytəni. Allah, Rəbbim, sən məni yoldan azdırdın. Yəni Rəbb kəlməsi, indi o əsas bu Rəbb kəlməsinə mən təkid etmək istəyirəm ki, təkvini rububiyyətə də inanır. Hətta Maada, şeytan Maada da inanırdı. Bu ayələr də diqqət etsəniz, Əraf surəsi və Hicr surəsində bu ayələr qeyd olunmuşdur ki, Qalə Rəbbi fəənzirni ilə yevmi yub'asun. Rəbbim mənə qiyamət gününə qədər möhlət ver. Yəni qiyamət gününə də inanır. Yaxşı, bəs nə üçün şeytan Allah dərgahından qovulur? Bir halda ki, halbuki xaliqiyyətə inanır, rububiyyətə inanır. Lakin nə üçün qovulur? Çünki təşrii, problem və əsas məsələ təşrii rububiyyəti. Şeytan təşrii rububiyyətə inanmadığına görə, hökmlərin, dəyərlərin Allah tərəfindən olmasına inanmadığına görə və yaxud inanıb qəbul etmədiyinə görə, etiqadi və əqidədə qəbul etmədiyinə görə məhz Allah tərəfindən qovulur ki, Allah Teala buyurur: "Və iz qulna
لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ. Əmr etdi ki, Adəmə səcdə etsinlər. Allah Teala buyurur ki, mənim xaliqiyyətimə, təkvini rububiyyətə inanma lazımdır, amma kifayət deyil, gərək hökmlərimə də inanır. İnanasınız ki, bütün hökmlər və şəriət, qanunlar da məhz məndən gəlir və mənə əsaslanmalıdır. Əgər əməl etmədikdə ki, şeytan da əməl etmədi, Allah da onu öz dərgahından qovur. Həmçinin buyurur ki, və innə aleykə lə'nəti ilə yevmiddin ləəmləənnə cəhənnəmə minkə və mimmən təbəəkə, sənə tabi olanlar. Yəni, təşrii rububiyyəti qəbul etməyənlər hər bir kəslə olsa, mən onları cəhənnəmə onlarla dolduracağam. Bu da əsas bir məsələdir ki, bəs nəticə alırıq ki, küfürdən, şirkdən İslama keçid təşrii rububiyyət vasitəsilədir. Təşrii rububiyyətlədir ki, insan, lakin üluhiyyətdə tövhidin burada əsas mahiyyəti və hədəfi bundan ibarətdir ki, üluhiyyətdə tövhid özündən öncəki bütün tövhidlərin təzahürü və kamilidir ki, necə ki, Allah Teala Quranda buyurur, ya qavmi abudullaha malekum min ilahin gayruhu və ilahukum ilahun vahid la ilahe illahu vər-rəhmanur rəhim. Üluhiyyətə tövhidin Quranda əhəmiyyəti bundan ibarətdir ki, üluhiyyətə tövhid özündən öncəki bütün nəzəri tövhidin kamil təzahürüdür və bu səbəbdəndir ki, mən ilk söhbətlərimin əvvəlində də vurğulamışdım ki, bu səbəb vədə vermişdik ki, la ilahe illallah şu İslamda mövcud olan la ilahe illallah şüarının əhəmiyyətini vurğulayaq ki, burada biz o məsələyə nail olduq çatdıq ki, Peyğəmbərin də ilk çağırışı, insanlara olan ilk çağırışı məhz bu şüardan ibarət idi ki, qulu la ilahe illallah tuflihu, la ilahe illallah din səadətə nail ol. Nəyə görə la xaliqə illallah? Və yaxud la Rəbbi, məhz la ilahə illallah, çünki la ilahə üluhiyyətin təzahür. Çünki üluhiyyətdə tövhid məhz bütün tövhidlərin kamili və kamil təzahürüdür ki, məhz üluhiyyətə tövhidi qəbul etməklədir ki, insan ilk olaraq İslama addım atır, müsəlman olur. Ona görə Peyğəmbər buyurur, qulu la ilahə illallah tuflihu və yaxud da ki, Quranda ayələr üluhiyyətin əhəmiyyətinə varır ki, və ilahukum ilahun vahid, la ilahə illahu vər-rəhmanur rəhim. Bu məsələ mən bir daha qeyd etmək istərdim ki, ümumiyyətlə İslamda tövhid təlimi tamamilə nəzəri qismi tamamilə harmonik bir səciyyə daşıyır. Yəni, bu tövhidin komponentləri bir-biri ilə üzvü əlaqədədir. Üzvü əlaqə olduqda, yəni birini qəbul edib, digərini qəbul etməzsənsə, bu tövhidə kifayət etmir. Tövhidə kifayət edən məhz nəzəri qismlərin hamısıdır. Əgər insan hamısını qəbul etsə, müsəlman olur. Əgər hamısını qəbul etmirsə, bir hissəsini qəbul edirsə, İslama daxil olmur. Bu bir məsələ. Lakin digər bir məsələ və söhbətimin sonunda Quranda da bu komponentlərin üzvü əlaqələri tamamilə özünü doğrulur, yəni göstərir. Zalikumullah, Rabbukum, la ilahe illahu, xaliqu kulli şey, fa'buduh və hu əla kulli şeyin vəkil. Tövhidin bütün qismlərini bir ayədə cəm etmişdir və bu ayə qismlərin bir-biri ilə əlaqəsinin də nümunəsidir. Və amma sonda sözümü bununla tamamlayıram ki, bəs əməli qismin nə kimi əhəmiyyəti var? Əməli qism insanın İslamdan imana olan keçididir. Biz ibadətdə tövhid ilə İslamdan imana keçid edirik. Bu səbəbdən qeyd olunduğu kimi burada da diqqət edirsiniz, üluhiyyətdə şirk əsas əqidə prinsipinin sarsıldığına görə küfrə səbəbdir. Bəli, əgər üluhiyyətdə şirk insan edərsə, küfrə səbəbdir. Bu üzdən üluhiyyətdə şirk tövhidin həddi sayılır. Lakin ibadətdə şirk böyük günahlardan sayılsa da şəxsi müsəlmanlıqdan kənar etmir. Və ya ayrı bir ibarə ilə desək, übudiyyətdə, ibadətdə tövhid insanın İslam mərhələsindən iman mərhələsinə keçiddir. Bəs görəsən, əməli tövhidin digər qismləri imanda yüksək dərəcələrə nail olmaqdır. İnsan ibadətdə tövhiddə başladıqda iman dərəcəsinə nail olur və digər mərhələləri irəli getdikcə və sonda məhəbbətdə tövhidə nail olduqda kamil imanın sahibi olur və kamil imana malik olur. Mən sonda da bu ayə ilə tamamlayıram söhbətim ki, Allah Teala Quranda buyurur və ma yu'minu əksəruhum billah illa və hum müşrikun. Müşriklər Allaha
Bir çoxları Allaha iman gətirməzlər, çünki onlar müşrikdirlər. Bu ayə xüsusilə əməli tövhidin işarəsidir və əməli tövhidə xələl yetirən şəxslərə aid edilir ki, əgər əməli tövhidə hər hansısa bir qisminə xələl yetirilərsə, insan imanına xələl gəlir. Sonda mən Allah Taala'dan arzu edirəm, istəyirəm, dua diləyirik Allahdan ki, Allah Taala inşallah bu tövhiddə bizi sabit qədəm etsin. Nəzəri tövhiddə, əqidəmiz, tövhidin bütün sahələrində, əqidəmizdə mükəmməlləşməkdə bizə kömək etsin və həmçinin əməli tövhiddə də addımlar atmaqda və xüsusilə müxtəlif dərəcələrində böyük addımlarda bizə tövfiqat versin inşallah. Və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.